Azərbaycanca çəkəcəm. Alt yazı İngiliscə qoyacağım. Demək, heç bu günləri vlog çəkməyə qərar verdim. Dedim ki, niyə də olmasın, bir vlog çəkim. Çünki yəni niyə də olmasın. Mangal günləri ilə bağlı bir vlogdur. Koreya günləridir, nəsə belə bir günlər keçirilir Azərbaycanda. Mən 27-sinə dəvət olunmuşam, mahnı oxuyacağam. Mənim gözümdən də baxmağınızı istəyərdim. Saçımı yumuşam. İndi birinci saç bakım rutinimi eləyəcəm. Ondan sonra da makyajıma keçəcəm, paltarımı dəyişəcəm. Sonra da heç nə, gedəcəyik. Demək, hər dəfə başımı yandan sonra ilk eləyəcəyim şey rosemary. Bundan sıxmaqdır başıma. Çünki saçlarım əməli başı tökülür. Ona görə də bunu sıxıram. Canlansın. Kameram işığı yoxdur dostlar. Biraz işıqsız görünə bilərəm bu dəqiqə. Bilmirəm, səsim gəlir ya yox. Çünki səhərdə də heç kəs oyatmaq istəmirəm. Saat neçədə dostum? Saat 6-nın yarısıdır. Buralarına vururam. Buralarına deyirlər ki, saçlarım. Amma baxın. Görün nə qədər saç çıxıb. Məncə xeyri toxunur. Saçımı biraz masaj eləyəcəm. Demək ki, saçlarımı elədim. İndi bundan tökəcəm. Biraz bundan eləyirəm. Biraz yağ vururam uclarına. Ki çox quru olmasın. Mənim saçlarım çox yağlanan saçlardır. Ben həqiqətən, məsələn, bu günləri uyuyacağım. Sabah biraz qalacaq. Sabah axşama başlayacaq yağlanmağa. Heç xoşum gəlmir bu xüsusiyyətdən. Pantenin yağıdır, saç yağıdır. Bundan vuracağım. İndi də darağımdan saçımı darayıram. Darağım çox balacadır. Fikir verməyin, amma qəşəng daraqdır. Belə. Saçlarımı biraz fenləyib gələcəm. Bəli, saçımı quruladım. Çox şiş bir saçım var. Yəni, buna baxın. Bu nədir məsələn, yəni? Saçımı yığım. Okay. Bu çıxıb bayaqdan, tokdan. Bundan heç xoşum gəlmir. Toka girmir deməli. Bu yığana qədər üz baxımı da eləyim. Üz baxımım çox deyil. Sifətimdə də görürsünüz də bunlar olduğu üçün vəbşim çox şey istifadə edə bilmirəm. Daha da ziyan olmasın deyə. Qızartılarını aparmaq üçün bundan istifadə edirəm. Mamam verib, bilmirəm nədir. Ve gözaltı kremimi vuracağım. Çok vurdum desin. Şimdi saçımızı qurutmaq diyecektim, düzləşdirək. Bundan da vururam. Spreydir, saç yandırmasın diye saçları. Tabaklarını şiş göstermek için bundan istifade edeceğim.
Dostlar, bu arada qar yenə yağır. Baxın. Bütün yer yenə qar olub. Deyəsən, neçə il Bakıya qar yağmayıb, 2025-i. Ancaq qarla keçirəcək. Paltarımı da görsədim sizə. Böyle qana paltardır. Bir də mənə qaldı bijuteriya. Qəşəng görünür, qar. Çox qəşəngdir. Okey. Demək bunu taxacağım. Bu arada bunlar mənim deyil, mamamındır. Mən özüm belə biraz bijuteriya taxan birisi deyiləm. Çünki bijuteriya taxan birisi yox, bijuteriyalarım çox deyil mənim. Çünki mamamda vardı o. Belə. Səv taxmayacağım məncə, yəni şey. Biraz artıq olacaq deyə düşünürəm. Mikrofon belə tutacağım. Bu arada mən evdə belə məşq edirəm. Dokun götürəm. Amud oldu ki anıma. Neyse. Demək, indi nə edəcəyik? Nə edəcəyik? Bilmirəm. Nə eləməliyik? Suda hazırlaşdım. Biraz gedim yemək yiyeyim. Yəni çay içimdə yemək, çünki orada yiyəcəm. Belə. Bu qədər. Siz nəyə görə narahatam? Mahnını yaddan çıxartmam. Yəni yaddan çıxartmasam çox yaxşı olacaq da. Mən hər gün mahnı oxuyuram. Amma səhnəyə çıxanda, yəni xüsusən səhnəyə çıxanda mən mahnının sözlərini unuduram. Yəni bilmirəm o nədənsə də. Hər gün normal oxuyuram, çaşmadan. Amma yəni səhnəyə çıxanda elə bir ki, mənə başqa bir nərgiz olur da səhnədə. Bu mahnıdan, bu misradan sonra nə misrası idi? Belə donub qalıram da. Neçə dəfə də çaşdığımda olub bu arada, amma axıra qədər davam eləmişəm ki, yəni durub belə qalmamışam. Demək, anlarından danışıram sizə. Kiva festivalına çıxmışam, mahnı oxumada qorxduğum başıma gəldi. Çaşdım. Yəni əməli başda sözləri çaşdım. Mənim laynerim belə qısa görünür. Yox. Çaşdım başlarda, dedim, ay Allahım. Neyniyəcəm də mən? Belə qaldım belə. Ağzıma gələni oxudum da, yəni heç kəs heç nə tutmadı. Yaxşı ki də. Ən çox başlarda çaşıram. Əgər başlarda çaşsam, bilin ki, axırı qəşəng gəlir. Çünki mən bilirəm ki, yəni bundan başqa biabırçılıq ola bilməz. Ona görə özümü tamamilə yığışdırıram. İnsan tamamilə beynində mükəmməl bir şəkildə performans göstərməliyəm. Bu ağılla çıxanda insan çaşır. Yəni ona görə də hər dəfə belə çıxıb oxuyacam da, nə var ki burada belə, düzdür, o beyində olmuram yenə də. Amma çıxıb belə rahat, özünə odaklana bilsən, oxuya bilirsən. Bir də bu arada oxuyanda heç kəsin gözünə baxmamaya çalışıram. Çünki gözünə baxan kimi çaşıram yəni. Ancaq bir nöqtəyə baxıram, onunla davam edirəm. Geyib biraz çay falan içib, ayaqqabılarımı geyinib çıxacam evdən. Bəli. Okey. Hazıram. Gedirəm. Bye bye. Demək gəlmişik festivala. Sizə göstərdilə birinci nələr varsa burada. Demək, ilk öncə səhnəmizi göstərdik. Səhnəmiz belə bir yerdir. Burada da belə oturacaqlar falan. Satışlar olur. Göstərdim sizə. Demək, göstərdim də nələr varsa. Belə bir breloklar var. Bunlar var. Bunlar başa düşürəm nədirsə. Belə bir şey var. Alfadzinlər. Şeylərimiz var. Ən çox sevdiklərim bunlar oldu. Çox qəşəng. Belə bir şey var. Bir də əlbəttə ki yeməklər. Koreya yeməkləri. Belə görsədim. Belə yeməklərimiz də var. Burada stikerlər. Squid Game oyuncaqları. Bunlar da heç belə bir şeylər.
Dəftərlər. YouTube'dan mı? 대단해. 그게 없어요. 그런 거 없어. 그냥 이것만 하면. Tələbəm indi ox atmağa çalışacaq. Beceriksiz oldu. Yaşa. Çətindir, doğrudan çətindir. Ayda orada qalmaz o. Demək belə bir hamburqlarımız da var. Burada mən çıxış edəcəm. Birazdan deyəm, necə başlayıb tədbir əslində. Arirang oxulandan sonra çıxış edəcəm. 같이 한 10분 정도 이상 참석하셔야 되는데 지금 밖에 Bunlardan aldım. Bir dənə kofe aldım. Kupon verib almışam bu arada. Belə şeydir, 3 bucaq şeydən aldım. Bir dənə də 1 manatda kuponum qaldı. Dostlar, mən hot dog adıyla almışam da fakir və elə bilmişəm ki, saç skalı hot dog, normal bildiğimiz hot dog olar. Sən nə içi belə eşitdiyin bir şey düşür, yəni bədətsiz bir şey. Demək. Yemeye çalışıyorum. Ama bu konuda yaratım üzerine bir şeyden ama ne şey ki. Ne bileyim bir poşka da burada bu hiç O ne için? Tam da benim için aşk. yollar yoksa sen yersen. 코 가격이